Salam əziz dəyərli xalqım və dəyərli izləyicilərim. İndi bildirmək istəyirəm ki, dəyərli sənətkarımız Aybəniz Həkimovanın, Aybəniz xanımın mahnısını oxumaq istəyirəm. Küsməgəl mahnısı. Və bunu demək istəyirəm ki, mən müğənni deyiləm. Həvəskar müğənniyəm və təhsilim də yoxdur. Yəni nə muğam, nə bir şey. Sadəcə mən 44 günlük Vətən müharibəsi iştirakçıyam. Müharibədən gələndən sonra mahnılara qulaq asaraq ruhum, necə deyirlər, musiqi ruhun qidasıdır. Ruhum mahnılarla qidalanır. Mahnıya qulaq asam, əsəbi olduğum hallarda ağır dərəcədə travma almışam. Mahnılara qulaq asanda elə sakit oluram. Elə bil ki, heç travma almış bir insan deyiləm. Yəni demək istəyirəm ki, indi Aybəniz Həkimova, ən çox da Aybəniz Həkimova mahnısına hər zaman qulaq asıram. Hətta yatanda belə qulaq asıram, ruhum dincəlir. Çox gözəl sənətkardır, çox gözəl səsi var. Və indi mahnını səsləndirmək istəyirəm. Səni ürəyimin tək sirdaşı, söylə hardasan? Gözləyirəm yenə gözü yaşlı, haralardasan? Söylə nədir mənim günahım? İki dünya bir olsa da sənsən pənahım. Sən küsmə gəl ey əziz yarım, ilk baharım, ayrıldım. Dostlar, davamı yadımda qalmayıb və mahnının hansı hissəsində səhv oxudumsa mənə görə üzr hesab eləyəsiniz. Və yenə deyirəm, düzdür, dəyərli sənətkarımızın mahnısını sənətkarımız kimi oxuya bilmərəm. Amma yenə deyirəm, təhsilim yoxdur. Sadəcə ən çox xoşladığım mahnılardan biri bu idi və bunu səsləndirmək istədim. Dedim, bəlkə Aybəniz xanımın qabağına da çıxar. Yəni, onu çox sevdiyimizi, dəyərli sənətkar olduğun bizim onu çox sevdiyimizi bilər. Çox sağ olun, minnətdarım.